Bu sadəcə dünən sifariş verən, poçt sifarişləri olan xanımlardır. İndi sabahların göndəriş olacaq. Bugün də bir hissəsi göndərildi. Təsəvvür eləyin. Bunu sifariş verən xanım və bəylər cəmi özlərinə bircə dəfə ətir alıblar. 30 milli dəyərində və bu cür gözəl qablaşmada. Hər ay ətir almayacaqlar. Ətir də satmayacaqlar. Reklam da etməyəcəklər. Müştəri də gətirməyəcəklər, amma Darelladan pul qazanacaqlar. Bilirsiniz niyə? Çünki zaten bizim reklamlarımız gedir və bizim reklamlarımızdan gələn müştəriləri biz bax bu alış-veriş edən xanımların adlarına yazırıq, komandasına yazırıq və onlardan 12%, baxın 5%, 10%, 12% daimi bir dəfə yox, daimi qazanc əldə edirlər. Yəni biz sizin yerinizə məhsulda istehsal eləyirik, qablaşdırma işçilərinin də maaşını veririk. Baxın bu formada bir ofisdə artıq icarəsini biz ödəyirik. Saytı da biz yaratmışıq. Siz sadəcə özünüzə, baxın heç bir yatırım etmədən özünüzə sadəcə alış-veriş eləyərək belə bir biznesə ömürlük start vermiş olursunuz. Çünki bu illərlə davam edən bir sistem olacaq. Çünki hər şey yerində, qaydasında, vergisi, hər bir şeydə verilir və bizim hələ böyüyəcək filiallarımız olacaq, mağazalarımız olacaq. Hələ bu bir başlanğıcdır. Vaxtında özünüzə bir ətir alaraq bir biznes qura bilərsiniz. Heç bir satış etmədən, heç kimə bu işi reklam etmədən, hətta heç kimi dəvət etmədən sizdən sonra gələn müştərilərdən faiz qazana bilərsiniz. Bu qədər sadə. Görün, biznes qurmaq hələ bu qədər asan olmamışdı. Bu ətir sizin həyatınızı dəyişə bilər. Qəribəsi budur ki, sadəcə ətir deyil. Sizin həyatınızı dəyişə biləcək bir addımdır. Bu qədər.